Salam, biz Aksiyonix komandasıyıq. Mən Cahid. Mən Muhammed. Biz hər ikimiz Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb liseyin şagirdləririk. Biz Mexatronics kateqoriyasında yarışmada iştirak edirik və biz Master Rover robotunun prototipini yaratmışıq. Bizim hazırladığımız rover maneələri aşaraq onların üstəsindən gələ bilir. Bizim düzəltdiyimiz robot CNC lazer və 3D print texnikasından istifadə edərək yaradılıbdır. Biz 3D printdən çıxartdığımız parçaları birləşdirdik və təkərləri düzəltdik. Təkərləri isə CNC lazerdən düzəltdiyimiz qutuya qoyduq və belə bir qutuyu düzəltdik. Bizim robotumuzun iş prinsipi odur ki, bu pult bunun içindəki resiverə sinyal göndərir. Bu sinyallar isə motorları və servoları işə salır. Servolar isə burada gördüyümüz təkərləri fırladır. Beləliklə təkər həm dala qabağa gedə bilər, həm də sağa sola dönə bilir. Bu layihə bizə real mühəndislik təcrübəsi qazandırdı. Bizim məqsədimiz odur ki, bu roveri daha da təkmilləşdirərək fərqli mühitlərdə istifadəyə uyğun hala gətirməkdir. Biz Aksiyonix komandası təşəkkür edirik.